Son illər süni intellektin sürətli inkişafına görə müxtəlif peşələrin sıradan çıxacağı ilə bağlı iddialar səsləndirilir. İddialara əsasən gələcəkdə insan faktorunun lazım olmayacağı peşələr sırasında müəllimlik də var. Gələcəkdə müəllimlik peşəsi olmayacaq. Süni intellekt müəllimləri əvəz edəcək. Müəllimlik peşəsinin sonu yaxınlaşır kimi anonslar bir çox təhsil verəni narahat edir və cəmiyyətdə ciddi sual doğurur. Görəsən, süni intellekt həqiqətənmi müəllimləri əvəz edə biləcək? Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Today Press açıqlamasında bildirib ki, bu heç bir halda real görünmür. Süni intellekt və robototexnika heç bir halda ixtisaslı müəllimləri əvəz etməyəcək. Əvəz edəcək müəllimlər var. Məsələn, ingilis dili müəllimidir. Biz onu zaten YouTube vasitəsindən öyrənə bilərik. YouTube'da müəyyən dərslər var. Eyni zamanda bir sıra fənləri əvəz edə bilər, amma ibtidai sinif müəllimini əvəz edə bilməz. Çünki əlindən tutub siz hərfi yazmalısınız. Və yaxud da ki, bu süni intellektin yaradacağı texnologiyalar təkrarlama funksiyasını yerinə yetirir. Riyaziyyat müəllimi o sizə onu izah etməlidir. Bəzi fənlər var ki, onlar əvəz olunmayacaq, amma birmənalı şəkildə dünyada gedən robototexnika və yaxud da onun yaratdığı süni intellektin imkanları müxtəlif peşələri azaldacaq. Hardasa bu 35%-ə qədər peşələr sıradan çıxacaq birmənalı şəkildə. Süni intellektin yaradacağı imkanlar problem deyil, yeni imkanlardır. Və bunu tədrisin keyfiyyətinin artırılması istiqamətində biz istifadə edəcəyik. Yəni, süni intellektdən bizim müəllimlər narahat olmasınlar, əksinə onun daha faydalı tərəflərini onlar dərs prosesində tətbiq etsələr, birmənalı şəkildə faydalı olacaqdır. İqtisadçı ekspert Natiq Cəfərli də bu fikirlə razılaşır. Onun sözlərinə görə süni intellekt mühazirələrinin oxunması və bəzi texnoloji ixtisasların öyrədilməsi üçün faydalı vasitə ola bilər. Lakin o, müəllimin rolunu tam şəkildə əvəz etmək gücündə deyil. Süni intellekt hansısa mövzuda mühazirə deyə bilər. Hətta qalagrama kimi masadan çıxa bilər, insan formasında hansısa bir formada mühazirə deyə bilər. Amma elə sual ola bilər ki, ona cavab verə bilməyəcək. O emosiyaları, uşaqlardan, əsasən şagirdlərdən gələn təpkiləri amortizasiya edib geri qaytara bilməyəcək. Bu çox ciddi bir məsələdir və müəyyən sahələrdə mən bunun əleyhinə deyiləm. Hansısa bir mövzu varsa, süni intellektin vasitəsilə bu mühazirəni söylənməsi, hansısa bir formada hazırlanması, hansısa bir prezentasiyaların hazırlanması mümkündür. Amma insan təması olmadan, müəllimin nəvazişinin və yaxud da övməsinin və yaxud da danlamasının uşaqlara təsirini heç vaxt süni intellekt əvəz edə bilmir. Ekspertlərin ortaq qənaətinə görə süni intellekt müəllimlik peşəsinə son qoymayacaq. Əksinə, müəllimlərin işini daha səmərəli təşkil etməyə yardımçı olacaq. Müəllimlər bu texnologiyadan dəstək alaraq daha yaradıcı, interaktiv və effektiv dərslər keçəcəklər. Ziyafət Əlisoy, Today Press TV.